Rəqqasə Fatimə Fətəliyeva səhhətində problem olduğunu açıqlayıb. Sənətçi bu barədə incə səhər verilişində danışıb. O özünü gərgin hiss etdiyini və həkimə ehtiyacı olduğunu deyib. Daxili ruhum yerində deyil, mənə nevropatoloq lazımdır, mənə həkim lazımdır, gərgin vəziyyətdəyim deyə Fatimə bildirib. O əlavə edib ki, bu halı anasının uzun müddətdir səhhətində ciddi problem yaşamasından sonra yaranıb. Qeyd eləyək ki, Fatimə anasının get-gedə yaddaşını itirdiyini deyib. Dünyanın ən bahalı kofesini içirəm. Bu kofeni mənə kim verir? Dünyanın ən bahalı qəhvəsini içirəm. Bu sözləri aparıcı Xoşqədəm Hidayət qızı sosial şəbəkədə paylaşdığı videoda deyib. Aparıcı ona hədiyyə edilən heyvan nəcisindən hazırlanan məşhur qəhvədən danışıb. Bununla bağlı Rusiya kanallarında verilişə baxmışdım. Deyirdim, mütləq bundan içəcəm. Heyvan necə qəhvəni yeyir, necə çıxır, bahalıdır. Amma çox möhtəşəmdir deyə Xoşqədəm bildirib. Heyvan necə o meyvəni yeyir, sonra necə o meyvə kofeyə çevrilir və mən də